2020-ci ilə qədər də biz çalışdıq ki, vətəndaşlarımızın işləri burada asan olsun. Düz 10 dəfə burada vətəndaşlarımıza səyyar asan xidmət göstərilmişdi. Məhz 2020-ci ilin 4 mart tarixində Tovuzda Asan Həyat kompleksinin açılışı oldu ölkə başçısının iştirakı ilə və son 5 ildə bu mərkəzə vətəndaşlarımızın 100 minlərlə müraciəti bir daha onu göstərir ki, məhz burada belə bir xidmətin olmasına ehtiyac var idi. Həm Tovuz, həm ətraf rayonların sakinləri burada həm dövlət orqanlarının, həm özəl şirkət müəssisələrinin xidmətlərindən yararlana bilirlər. Eyni zamanda buranın istirahət, əyləncə imkanları da var ki, vətəndaşlarımız bunlardan istifadə edirlər. Bir neçə dəfə müraciətimiz olub, əlbəttə ki, çox göllər üzdən və dərhal yerində sənədlərimiz hazır olmaqla insanları həmişə razı salıblar. Şəxsən mən özüm bir vətəndaş kimi haçan gəlmişəmsə, həmişə də razı getmişəm. Hal-hazırda demək şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciətə gəlmişəm. Qısa müddətdə verdim və şəxsiyyət vəsiqəmi də aldım.